veya döşemeye serme üçün müxtəlif yün veya ipek saplardan toxunmuş qalın parça növüdür. Parçalar firavanlıq simvolu, yaşayış yerlərinin bezedilmesi ve isidilmesi üçün en qədim iftiralardan biri olmakla yanaşı, çox əsrlər boyunca hem de incəsənətin en yaxşı növlərindən biri olmuşdur. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Azərbaycan Respublikasında Xalçaçı Günü Meşə Bayramının təsis edilmesi hakkında 2016 yıl 25 noyabr tarixi sərəncamına əsasən hər il mayın 5-i ölkəmizdə Xalçaçı Günü Meşə Bayramı qeyd edilir. Xalçaçılıq sənəti bədii sənətkarlığımızın en popüler forması, halkımızın milli kimliğinin taşıyıcısıdır. Anaların gözlerinin nuru ile ilme nakışlarla elvan xalçalar toxunur. Gündəlik hayatımızda ve müxtəlif mərasimlərdə xalça əvəz edilməz aksesuar, xalq yaradıcılığının ilham verici elementidir. Azərbaycan xalçaları bütün dünyada çok sayılı turistler ve müzeyler için en arzu olunan tapıntıdır. Azerbaycan'ın ənənəvi xalçaçılıq sənəti UNESCO'nun qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyasına daxil edilməsi, xalçalarımızın və xalçaçılıq ənənələrimizin qorunmasına geniş imkan verecektir. Azerbaycan'ın xalçaçılıq sənəti xalqımızın en qiymətli irsidir. Azərbaycan xalçası poeziyamızda, əsərlərimizdə də xatırlanır. Qədim və həmişə yaşar bir sənət növü kimi oxucuya təqdim olunur. Böyük yazıcı Mir Cəlalın Bir Gəncin Manifesti əsəri xalqımızın xalçaçılıq sənətinə olan sevgisinə en gözəl nümunədir. Gəlin körpələrimizin təqdimatında bu əsərdən kiçik bir hissəyə tamaşa edelim. Mir Cəlal, Bir Gəncin Manifesti. İtataram ya da satmam. Səhərin bir payız səhəriydi. Səhər də dedim olmazdı. Çünkü hələ hava açılmamışdı, alaqaranlıq idi. Cəmaət şəhərə həftə bazarına gedirdi. Kimisi çiynində boğça, kimisi qoltuğunda heybə, kimisi əlində səvət dolu meyvə, kimisi qatıq, süd götürüb bazara satmağa gedirdi. Cavan bir gəlin də əziyyətlə yıldığı yumurta dolu səbəti qucağına bərk-bərk basaraq, ehmalca yeriyərək bazara tərəf yollanırdı. Gələnlərin arasında Sona da vardı. Sona Yusif Züleyxa xalçasını bazara satmağa gətirmişdi. Sona bu xalçanı özü min bir əziyyətlə toxumuşdu. Onun böyük arzuları var idi. O bu xalçanı oğlunun toy gününə hədiyyə toxumuşdu. Lakin həyat elə gətirdi ki, Sonanın əli ölüb, balaları yetim qaldı. Və o çarəsizlikdən xalçanı qoltuğuna vurub bazara yollandı. Bazar adamla doluydu.
Onların içində gödək tuman, qəribə libaslı bir İngilis diqqəti cəlb edirdi. Hamı ona baxıb İngilis deyə səslənirdi. Oysa heç kimə əl qoymadan bazarı gəzirdi. Onun yanında bir tacir edilirdi. Onlar Sonanın xalçasına yoxullaşıb, xalçanın o yüzünə, bu yüzünə baxaraq birdən İngilis tacirin qulağında bir söz söylədi. Hele kıymeti bilmiyor. Ne kadar kızı istersen ve yeter ki bu bize sat. Sona çox fikirləşdi. Axı nə üçün min bir əziyyətlə toxuduğu bu xalça oğluna yox, yad adamlara qismət olsun. Beləliklə Sona ayağa qalxıb uca səslə söylədi. Yok satmam el çekimini. Ya kızıma satmam ya İngiliz'e. Yok satmam itaat aram ya da satmam. Sonanın dilindən söylənən itə ataram ya da satmaram ifadəsi xalçaya olan sevginin ifadəsidir.